Salam, əgər siz də uzun müddətdir sağanaqlarla mübarizə aparırsınız, müxtəlif kremlər istifadə etmişsiniz, internetdə gördüyünüz məsləhətləri sınamısınız, amma nəticə əldə edə bilməmisinizsə, bu video məhz sizin üçündür. Bir çox insan düşünür ki, sağanaq sadəcə yeniyetməlik dövrünün problemidir. Halbuki akne hər yaşda rast gəlinə bilər və düzgün müalicə edilmədikdə həm dəri ləkələrinə, həm də qalıcı çapıqlara səbəb ola bilər. Bəs sağanaqlar niyə keçmir? Gəlin ən çox rast gəlinən 7 səbəbə birlikdə baxaq. Birinci səbəb öz başına müalicə. Ən çox edilən səhvlərdən biri sosial şəbəkələrdə və ya dost məsləhəti ilə təsadüfi məhsullar almaqdır. Hər sağanaq eyni olmur, bəziləri hormonal olur, bəziləri bakterial, digərləri isə dəri bariyerinin pozulması nəticəsində yaranır. Bir insana kömək edən krem sizdə vəziyyəti daha da ağırlaşdıra bilər. Ona görə də müalicə hər zaman fərdi planlaşdırılmalıdır. İkinci səbəb məhsulları tez-tez dəyişmək. Bir çox insanın yeni krem istifadə etməyə başlayır, bir həftə sonra nəticə görmədikcə başqa məhsula keçir. Halbuki akne müalicəsində ilk nəticələrin görünməsi adətən 6 ilə 12 həftə arasında vaxt aparır. Səbirli olmaq və dermatoloqun təyin etdiyi müalicəyə davam etmək vacibdir. Üçüncü səbəb sağanaqları sıxmaq. Əllə sağanaqları sıxmaq infeksiyanın yayılmasına səbəb ola bilər. Bunun nəticəsində iltihab artır, dəri daha çox zədələnir və sonradan ləkə və ya çapıq yaranma riski yüksəlir. Əgər dərin və ağrılı sağanaqlarınız varsa, onları sıxmaq əvəzinə mütləq mütəxəssisə müraciət edin. Dördüncü səbəb dəriyə həddindən artıq qulluq etmək. Bəzən insanlar düşünür ki, üzünə qədər çox yusalar və nə qədər çox məhsul istifadə etsələr, sızanaq bir o qədər tez keçəcək. Əslində isə həddindən artıq təmizləmə dərinin qoruyucu bariyerini zədələyir. Bu da dərinin daha çox yağ ifraz etməsinə və yeni sağanaqların yaranmasına səbəb ola bilər. Sadə düzgün seçilmiş və davamlı dəri baxımı daha effektivdir. Beşinci səbəb hormonal dəyişikliklər. Xüsusilə qadınlarda menstrual dövr, polikistik yumurtalıq sindromu və digər hormonal dəyişikliklər aknenin əsas səbəblərindən biri ola bilər. Kişilərdə hormonal dəyişikliklər və bəzi dərmanlar sağanaqları artıra bilər. Belə hallarda sadəcə krem istifadə etmək kifayət etmir. Əsas səbəb araşdırılmalıdır. 6-cı səbəb yanlış qidalanma və həyat tərzi. Araşdırmalar göstərir ki, yüksək şəkərli qidalar və bəzi insanların həddindən artıq süd məhsulları aknenin ağırlaşmasına təsir göstərə bilər. Bundan əlavə yuxusuzluq, stres və siqaret istifadəsi də dərinin vəziyyətinə mənfi təsir edir. Sağlam həyat tərzi müalicənin vacib hissəsidir. 7-ci səbəb dermatoloqa gec müraciət etmək. Ən böyük səhvlərdən biri aylarla, hətta illərlə müxtəlif vasitələri sınaqdan keçirməkdir. Bu müddətdə sınaqlar dərinləşir, qaracı çapıqlar və pigment ləkələri yarana bilər. Unutmayın ki, yaranmış çapıqları sonradan müalicə etmək sağanağın özünü vaxtında müalicə etməkdən daha çətin və daha bahalı olur. Bəs nə etmək lazımdır? Əgər sağanaqlarınız 3 aydan çox davam edirsə, ağrılı düyünlər əmələ gəlirsə, üzdə izlər qalmağa başlayırsa və istifadə etdiyiniz məhsullar nəticə vermirsə, artıq vaxt itirmədən dermatoloqa müraciət etməlisiniz. Dermatoloq dərinizin vəziyyətini qiymətləndirəcək, aknenin səbəbini müəyyən edəcək və sizə uyğun fərdi müalicə planı hazırlayacaq. Bu yanaşma həm yeni sağanaqların qarşısını almağa, həm də gələcəkdə yarana biləcək ləkə və çapıqların riskini azaltmağa kömək edir. Yekun, sağanaqların keçməməsinin səbəbi təkcə istifadə etdiyiniz krem deyil. Burada hormonal dəyişikliklər, yanlış dəri baxımı, öz başına müalicə, qidalanma və bir çox digər faktor rol oynaya bilər. Ən vacibi isə problemi gizlətməyə çalışmaq yox, onun əsas səbəbini tapmaqdır. Əgər sizdə uzun müddətdir keçməyən sağanaqlar varsa, dəqiq diaqnoz və düzgün müalicə planı üçün dermatoloqa müraciət etməyiniz vacibdir. Erkən başlanılan müalicə həm dərinizin sağlamlığını qoruyur, həm də qalıcı çapıqların qarşısını almağa kömək edir. Videonu faydalı hesab etdinizsə bəyənməyi, kanalımıza abunə olmağı və videonu yaxınlarınızla paylaşmağı unutmayın. Sağlam və gözəl dəri üçün növbəti videolarda yenidən görüşənədək.